İkinci həyat yoldaşınızı hamı tanıyır show biznesdə. Hər kəs də hörmət eləyir sizin ailənizə. Necə olub tanış olmusunuz? 2006-cı ildə salonum var idi. Həmişə salonunda maşını saxlayırdım, orada bəzənirdim. Lap köhnə dostum var, Emin. Bu da idman zalında idmana gedirmiş. Yoldaşım da ora idmana getmiş. Bunlar dost imişlər. Bir gün gəlib mənim salonumun yanına keçəndə bərabər keçdilər. Mən də çıxdım, onlarla görüşdüm, danışdım belə. Belə tanış olduq. Sizin ümumiyyətlə ikinci evlilik ağlınızda vardı, bir də ailə qurmaq istəyirdiniz. Səmimiyyətə inansaz, yox. Təklif onun tərəfindən oldu. Sözsüz onun tərəfindən olub, amma necə olub ki, sizi yola gətirib? Azadlığınıza bağlı insansınız. Çünki siz toya gedirsiniz, məclislərə gedirsiniz, televiziyada çəkilişlər olur, yəni. Bilirsiniz, burada məntiq daha çox rol oynadı. O hazırlaşmışdı ki, Kanadaya getsin. 32 yaşı var idi. Mənim də 38. Tanış olandan sonra münasibət yarandı. Elə oldu ki, bunun qəlbində başqa bir şey yaranıb. Mənə təklif edəndə mənim gülməyim gəldi ki, açıq deyim də, bir Azərbaycan anası olaraq mən də istəmərəm ki, anadan gəlmə subay oğlum evlənib ayrılmış qadınla evlənsin. Mən istəmərəm də. Nə deyim? O tərəfə fikirləşdiniz. Özünüz yox o tərəfə. Mən o tərəfə fikirləşdim. Yəni mən həmişə qarşı tərəfi daha çox düşünərəm. Düz gəlmir də. Anam da çox əksinə idi bu mövzunun. O da beləcə oldu. Dedim yox, olmaz. Və o vizası gəldi, çıxdı, getdi Kanadaya. 4 aydan sonra amma bir də gördüm qayıdıb ki, mən fikrim ciddidir, mən orada qala bilmədim. Yəni mən onu yola saldım. Çıx gedək bala. Aşiq olub. Yəni Allahım da şahiddir ki, dedim get, həyatını qur. Nəsib edib ərə gedən vaxtımdır. Amma bir də gördüm 4 aydan sonra gəldi. Toydaydım, elə qəfil bir də gördüm zəng gəldi. Aeroportda dostu qarşılayıb, qayıdıb gəlib. Mən də aeroportdayım, onu qarşılamağa çıxmışam. Məhətəl qaldım, heç belə deməmişdi. Mən də belə pis çıxmasın, məcbur qalmağa, ya boynuma yük düşdü də. Bu adam mənim üçün bu boyda qurbanlar verib. Mən də dedim ki, daha onda neyləyək? Mama necə razılaşdı? Mamam razılaşmırdı. Nə qədər müddət anamla. Anam Köhnə fikirli. Hə, köhnə fikirli. Elə mən də o fikirliyəm. Əslində anam haqlıdır. Yəni məntiqlə, ay burada Leyli Məcnun eşqi olub, filan olub. Olmayıb belə şey. Day olub da. Kişi o boyda Kanadanı qoyub. Ən azından o Məcnunu da. Heç Məcnunluğu da hiss eləməmişəm, sözün düzü. Bildirən deyil. Əməldə yəqin bildirib də. Qəşəng-qəşəng sözlər desin. Belə şeylər yoxdur onda. Bəs onun ailəsi İrandaydı, yəni toya gəldilərmi? Toy oldu mu? Necə oldu? Xeyr, yox, da toy. Ailəsi o Kanadaya getməmişdən öncə də bilirdi. Nə deyib onlara, nə deməyib.